Yaxşı bir uşaq mıydın? Olduğunu bilirəm. Bura gəl. Santanın sənə bir sürprizi var. Santa's got a surprise. Bəli, yavaş-yavaş artıq bir ili sonlandırmaq üzrəyik. Hələ sonlandırmamışıq, amma sonlandırmaq üzrəyik və bu ili sonlandıranda yeni il videolarına baxmadan təzə ilə girmək olmaz mənim fikrimcə və bu gün yeni ilə aid olan videolara baxacağıq. Məncə bu gün var ha. Buna aid çox video görəcəyik də, yəni. O qazi qardaş. Var bəli, pasiyakların, kasıbların yolkası belə olur. Sadəcə üstə bir dənə zər, bir dənə yolka, bir dənə işıq olur. Başqa nə qaramaydı ki, başa düşmürəm. Hələ çatdırmışam və 3-4 gün qalıb yeniləməyə indi yol qalmışam valla. Nəysə ki, də görə elə yeni illə bağlı nə tər videolar çəkəcək. Fəqətən mən də həyəcanlıyam çünki ən sevdiyim bayramlardan biri ola bilər də yeni il və bu gün onun mimlərinə baxacağıq. Getdik. Yeni ildə edəcəyim Max zarafat. Yanvarın biri bir kişi mağazına gəlib söyləyir. Təzə çörək var, mağazası sahib verir. Yox, keçən ildən qalıb. Hayz. Tam olaraq da rəşni eləyə biləcəyi tipdə bir zarafatda sən öl deyirəm də yəni. Bu arada yaxında dediyim məncə bir gün ola bilər. Sürpriz sizi videolar gözləyir. Ona görə də abunə olmağı unutmursunuz. Bu arada yeni ilin yaxınlaşdığını düşündüyüm vaxt ağlıma semestr imtahanının başlayacaq gəlmişdir. Ay zibi. Lazım idi. Gül kimi atırmışdım da. Yadıma salmaq lazım idisə. Tələbələr bilirsin nə qarı. Bir tərəfdən stas yerinə, bir tərəfdən də imtahana hazırlaşırlar. Ən azından bizim 8 falan başlayır da ona qədər rahatıq hələ. Yeni il bu mahnı kimi hiss etdirdiyi vaxtlar. O şey var ha, de bu var ya, bu iç-içə keçirdilər ha, halqa. Ay zibil, o bir sən evdə də həziyyət çəkirdim onlardan hazırlamaq üçün. Evin üstünə falan açırdı, qapını açırdım, bağlaydın, qırılıb düşürdülər ya. Bəlkə də çox qəşəng vaxtlar idi. Bu maska falan teması var idi. Ay zibil, 20 qəpiyə alırdıq hər dəfəsindən bundan. Tema idi və taxırdı özü çox zor hiss edirdim. Çox maraqlı gəldi, bilmirəm, səbəbsiz də yəni. Nə deyir? Yəqin ki sən də yeni ili şəhərdə keçirdəsən. Mən. Aynı mahnıdır ya. Sən bilən söz deyəm, haradasa 15 yaşıma qədər falan, 12-yə qədər oyaq qala bilmirdim. Məsələn, öyle deyirəm. Yəni indi istəsəm də ancaq 12-də yata bilmərəm. Hər halına bir dənə zırh Bu video. Cingilbə, nə oldu? Bax 40 yaşımdan sonra bəlkə ihtimal yeni ilə mən də belə baxacağam. Yeni ildir, niye sevinmirsən? Sen geldi. Niye sevinmirsən? Kuşmayan yeni. Yeni ildə xoş olmursan. Və şaxta baba. Kuşmayan da. Olaraq sən heç eləmirlər, niyə xoşlanmırsan onlar? Hoşlanmıram da. Yeni ildə xoşun gəlmir. Yok. Bəs əgər şaxta baba sənə üçün hədiyyə gətirsə, yeni sevinməyəcəksən? Yok. Niyə? Çünkü hiçbir şey sevmiyor. Uşaq həyatdan küsüb ya, mən başım çıxmır ya. 6 yaşında sıradan bir Azərbaycan gəldi. Amma zarafat yəni bir uşaq nə yaşaya bilər ki, yəni bu qədər nifrət eləsin də, yəni yeni ildən. Xoşuma gəlmir, dedim nifrət eləmir, ancaq yenə də. Bu necə qurulan Max yolka. Belə la. Arkadaşım mahnı kimi də yolka sən öl deyirəm də. Bizdə şeydə Asuda qurmuşdular, içəridə qurmuşlar birinci korpusun içində. Bilmirəm, Asuda oxuyanlar biləcəkdən mən nə demək istəyirəm. Bu bildiyin bayağı yolka idi. Prosta o və 3-4 dənə işıq qoymuşlar. Başqa belə bir numarası yox idi sən. Bəlkə bu ondan daha yaxşı. Bütün pulumuzu yeni il aksesuarlarına xərclədikdən sonra bizim axşam yeməyi. O da şeydir o. Yolkanın üstünə taxılan şeylər. Deyil mi? Bu arada sən bilən sözüm, onlardan almaq istədim bu yolkanın üstünə taxmaq üçün də. Ola, paskası siyahıdır, 4 manatdır, 5 manatdır. Mən dedim nəyimə lazım, sən al 3-4 gündən sonra mən neyinlə o qədər pul ala verməyə. Yeni il bəhanə, stasin şahanə. Ay zibi. Amma bu mahnı bayağı qəşəngdir. Özüm bu ara keçmişə getmiş kimi hiss edirəm. Başa düşürsən, bu yeni il vaxtı məşrəfdə belə yeni il süfrəsi falan açırdılar məşrəfdə. Bilirsiniz də yəqin ki, bəlkə sizdə də olur indi. Olurmu, olmur bilmirəm. Belə partaları yığışırdı və cips falan alırdılar müəllimlər. Fındıqdan qozalar. Fındıqdan qoza. Yeni il fındıq qoza yazırlar da mən də daşıyam. Başım buraxmıram. Amma hələ də ailə evində yaşayırsınızsa bu stasinin dadını çıxardın inşallah. Çünki ailə evində yaşamısınızsa bu stasinin dadını heç vaxt çıxara bilməyəcəksən. Nə deyir? Dostlarımla mən başqa insanlar. Bir dənə Targovda Şaxtab tapsaydım, Şaxtab bayına gecə sənsiz yatam, mən video çəkərdim. Yeni ilə planlarınız nədir? Yenimizdə yaxşı yeni olanda Yaxşı yeni ol. rahatca nətər o? Yeni ilə planlar nədir? Ayın 31-ni eləmək istəyirsən? Elə şey var ki, hamının xoşuna gəlir, amma sənin yox. Yox, mənim də xoşum gəlir. Biri var düzdür, xoşu gəlmir, biri var xoşu gəlirlər. Qaqaş sözləri atır, cümləni biz qururuq, deyəsən. Mən bir şey başım çıxmır ya. O şəhərdə o qədər adam var hə. Tapa belə adamları necə tapırlar? Mən başım çıxmır. Yəni istəsən axtarsan tapanmarsan, necə fikirdir? Çox yaxşı fikirdir. Evində uşaqları olanlar üçün. Evində uşaqları olanlar heç vaxt yolka qoya bilmirlər. Ay, əsasım niyə bu iş günündədir? Nə bilən bu papaq taxdım hamısı bunun üzündən olsan öldür. İndirmə başladı, uşaqları götürün gəlin, Şaxta baba gəldi. Uşaqları götürün gəlin. Al uşaq uşaqlı babanı görsə kesin tapa bilməz. Şaxtaban, Şaxtacan. Yeniliyinizi mübarək 2026 hamımız birdən girdi.
Şaxtacan, gəl sizə yeni Yeri işe bak, pingin için bir yeri. 2026-ya hamımız birdən girək. Mübarək olsun, mübarək. Yok hayır kardeşim, ben 2026'ya gelmeyeceğiz, lazım değil. İngiliscə yeni iliniz mübarək ifadəsi necə səslənir? Happy. Happy person. Azerbaycan'ın İngilizce seviyesi. Ya belansı yazısın belə. Onu bilirəm ki, vel qoymadı, yəni xoş gəlmisiniz. Happy New Year. İngiliscə yeni iliniz mübarək ifadəsi necə səslənir? Ama bari yaşlılar başa düştün de, 40 plus yaşlılar başa düştü be. Zaman kızdı, 10, 20, 22 yaşı var ya yoktu. Sen yani bir tane yeniliz mübarek sözünü de bilmirsən yani İngilizce. Bu kendisi hara gedir Allah, ben başım çıxmır ya. Uşaqlar ne demekti İngilizce yeniliz mübarek, yazın yorumlara. Evde oturup internette cəmaatın yeni videolarına bakmak sezon geldi. Ne yer alo? Stas niye baxsaydın bence daha maraqlı olardı. Şaxta babam bəyənirsə o Santa Claus'un. Ha bu. Santa Claus'u. Şaxta babam vaxtı getdiri. Yani o yaramaz cəmiyyətə. Mən başım çıxmır. Santa Claus lan, Santa Claus ay zibil mən də benim yəni. Şaxta bayına Santa Claus eyni şey deyil ki, belə pis. Cəb saçıqdan danışıram, prosta ərindim eləsə. Yazın yorumlara məlumat olan varsa mən də aydınlanım. Şaxta babası qaldı Sovetin dövründə. İndi Santa Claus çədir, mən də onu deyəmirəm. Yəni biz də onu bəyənirik. Şaxta Sovetin dövründə qal. Şaxta Sovetin dövründə niyə qalır? Mən başa Şaxta bu Azərbaycan sözü deyil ki. Deyir ki, gözləyirəm 31 dekabr gəlsin, gəlin görüşək zarafatını eləyək. Əminəm ki, Rəşid bu zarafat eləyəcəkdir. Səni öldürəm də yəni. Sən bilən sözdən bağlı evimizdə bir palma ağacı olsaydı elənsinə, yəni girib bunu almazdın da. Sən elə onu ışıqları ona taxardın. Bu Jingle Bells'in də nə qədər fərqli növləri var imiş ya. Hər dəfəsində fərqli bir melodi ilə işləyir. Secret Santa qrupuna əlavə oldunuz. Yeni il qrupuna əlavə oldunuz. Kart 0.07 qəpik. Oy zigül. Qardaşım artıq kartımızda 0.07 qəpik yoxdur, inansın. Yeni ildə hamı bayramı qeyd edərkən sən imtahana hazırlaşırsan. Tələbələrin gözləri yaşlı. Amma sən bilən sözdür, yəni yeni il ola imtahana hazırlaşan həqiqətən varmı? Yəni həqiqətən varmı? Yəni olanlar vardır böyük ehtimal. Yəni universitetdə belə sıx olanlar, nə bilim, baş dövlətdə oxuyanlar ya da adusda oxuyanlar falan vardır. Prosta onlarda. Amma yeni il gəlir, gedək yolka yığaq. Hə oğlum, əlbəttə, gəl gedək yığaq. Yolka yığaq nədir oğlum? Mən bilirəm yolka yığaq sözü işləyir. Yolka quraq deyildi yo. Amma yeni il gəlir, bəlkə evdə yolka yığaq. Get papadan soruş bax gör nə deyir. Papa yolka. Estağfurullah, kafirsən sən, yolka yox bir. Nə qəşəng qızdır Instagramda. Salam dostum. Ay zibə, o nüans qəşəng idi ya bu arada. Bu arada var, məncə valideynlər də pis çıxmır da, yəni bu yeni ilə yolka falan qurmağa yəni pis söz demirlər məncə. Elə ailəsi olan varmı həqiqətən? Elə ailəsi olan varsa məncə çıxın qaçın evizdən sənə öyrənirəm. Yeni ildə 12 üzüm yedim və bu ay bala boş şeydir. Amma bu üzüm yemək söhbəti nə idi? Nəsə bir inancdır o, nəsə bir hansısa bir batıl inancdır bilirəm. Prosta tuta bilmədim. Çox sağ ol sizdən belə. Bayramınız mübarək! Bayramın mübarək! Bayramın mübarək! Bayramın mübarək! Bu videonu sizə izlətdiyim üçün üzr istəyirəm dostum. Əvvəl analarımız yolkanın altına hədiyyə qoyub deyirdi ki, şaxta gətirib bizdə mal kimi inanırdıq. Çoxlu, o şeiri var ha, məncə var. Bütün yəni normal uşaqlıq keçirdən hamı bilir də o şeiri, səni öldürür. Bu arada mənə elə şeylər eləməyiblər. Yəni əgər sizin ananız belə şey edirsə, məncə şanslısınız da yəni. Azərbaycanlıların şansına düşən yeni il hədiyyəsi. Yenə eyni vaxtda fikir verin. Zoxlu qarı ilə. Bu arada sənə bir dənə söz deyim. Bir dənə video fikrim var idi. Hə, hardasa bir çox əvvəl fikirləşmişdim də bunu. Mağazalardan fərqli yeni il qutularını alıb, hə, yeni il şey olur, belə içində bilmirsən nə var. Onları alıb, onların içini açıb qarşılaşdıracaqdım. Ondan sonra gördüm başqa seçim olsa eləməm. Sonra başlayacaqlar ki, uşaq başlayacaq ki, ondan bundan video fikri alıbsan, ondan fırladıbsan video fikrini. Yolka Deyirdim harda qaldı, deyirdim ki 30 dənə video baxmışam və bu video harda qaldı, bu musiqi harda qaldı, bunu gözləyirdim. Həqiqətən deyirəm də yəni, içim rahatlaşdı, artıq bu video sonlandıra bilərəm məncə. İnşallah bu video bu qədər idi, ümid edirəm sevdiyiniz bir video olmuşdur. Yeni ilinizi indirən təbrik edirəm, amma daha çox təbrik edəcəm çünki hələ bundan da 1-2 dənə əlavə video gələcək. İl qurtarmamış deyirəm və bu videonu sonlandırıram. Gələcək videoda görüşmək üzrə, sağ olun.